Model 27 sadəcə bir divan deyil, o hisslərin formaya çevrilməsidir. Mühəndislərlə biz bunu işləyərkən vertikal xətlərin üzərində çox götür-qoy elədik. Əslində bu çətin bir proses idi. Zaten biz bunun üstünə dayandıq və bunun üçün də xüsusi bir porolon və parça növləri seçdik. Bu formanı sabit olaraq saxlayacaq, illər boyu saxlayacaq və yekunda bu formanın tam formalaşması üçün ayaq seçimində də 7 santıda dayandıq. 7 santimdən böyük ayaq olsaydı, zaten bu şəkildə həcmli və oturumlu görsənməzdi. İstehsalda ikinci mərhələ hansı idi? Divan üzərinə düzgün mexanizmi yerləşdirmək. Biz düşünərək belə qərara gəldik ki, nəinki sökənəcəklər, hətta qollar da açılsa, bu divan daha funksional olar. Bu divanda o imkanlar var idi, o mexanizmləri yerləşdirmə imkanı var idi. Biz də bunu qaçırmadıq və bunu bu model üzərində tətbiq elədik və mükəmməl alındı.